Salam dostlar, vaxtınız xeyir, işləriniz avan olsun. Mən Elmasdaşdan Elvin. Bugün isə yenicə istehsalına başladığımız termoizolyasiyalı və daha bir neçə funksiyanı özündə birləşdirən divar fasadı üçün olan daşımızı təqdim edəcəm. Biz bu daşın hələ ki bir növünü, sadə, rəngsiz bir modelini istisad edik ki, yoxlayaq, görək necə olur. Zəhmət olmasa fikirlərinizi də bildirərsiniz, bizim üçün çox önəmlidir fikirləriniz. Arxası sıx penoplast, qarşısı beton olduğuna görə həm yüngüldür, həm möhkəm. Fasad üzərində çox uzun ömürlü qalır. Termoizolyasiyalı olması daşın istilik itkisini minimuma endirir. Sıx penoplast olduğuna görə minimum 10 dərəcəyə qədər fərq eləyir. Enerji sərfiyyatını azaldır. Rütubətə, hər hava şəraitinə beton qarşısı sayəsində davamlıdır. Deformasiya ehtimalı da yoxdur. Sonda göstərdiyim divar fasadı daşlarının hamısında istifadə eləmək olur. Fasad üçün çox estetik görünüş verir. Termo və penoplast qatları səsin keçməsini azaldır. Fasadı demək olar ki, səssiz edir. Ən vacib özelliklərindən biri də odur ki, çəkini gördünüz, ən azı yarı-yarıya evin üzərindəki ağırlığı azaldır. Sona qədər izlədiyinizə görə çox sağ olun, təşəkkürlər, özünüzə yaxşı baxın.